Yekəni ayağına tök, möcüzəni seyr elə, min bir dərdin dərmanıdır. Həkimlər bunu bilməyinizi istəmir. Çünki istifadə etdiyiniz zaman ayaqda olan ağrıdır, şişkinlikdir, göbələkdir, mazoldur, bunların hamısına son qoyur. Diqqətlə dinlə, ekrandakı ürəyi qızart və profilin üzərindəki pil uçları arasına toxun. Götürürsən bir dənə qabı, içinə sənin temperaturu sənə xoş ola biləcək 2 litr su əlavə edirsən. Yəni ayağı temperatura uyğunlaşdırırsan. 3 xörək qaşığı evdə istifadə etdiyin adi duz, 3 xörək qaşığı sirkə, 3 xörək qaşığı zeytun yağı töküb yaxşı-yaxşı qarışdırırsan. Ayağı yarım saat o suda saxlayırsan. Elə ilk istifadədə görərsən ki, ayağında olan mantar, yəni göbələk yavaş-yavaş sağalır, ayaqda olan ölü dərilər yenilənir, çatlar sağalır və ayaq ağrılarına, şişkinliyinə son qoyur. Bu videonu sevdiyin insanlarla paylaş və məni mütləq takip et ki, sağlamlığın qeydinə qalan Nəzzaçın Baloğlanla daim sağlam qalasan. Bu tipli videoların davamının gəlməyini istəyirsənsə, yorum bölümünə davam yazmağı unutma.